Salam əziz tamaşaçılar, Genezisin növbəti buraxılışında xoş gördük sizləri. Bugün yenə də ötən verilişimizdəki kimi Boris Pasternakın məşhur Doktor Jivago əsərinin müzakirəsini davam edəcəyik. Biz ötən söhbətimizdə Boris Pasternakın yaradıcılığının ümumi xüsusiyyətlərinə toxunduq. Doktor Jivago əsərinin ümumiyyətlə ətrafında gedən hadisələr, faciələr, onun Nobel mükafatı ilə bağlı hekayətini danışdıq. Bu söhbətimizdə isə konkret romanın özünün içindəki xarakterlər, süjeti, hadisələrini müzakirə edəcəyik. Həm söhbətim isə yenə də Azərbaycan Yazıçılar Birliyinin katibi, şair, tərcüməçi Səlim Babulluoğludur. Şəksiz ki, Boris Pasternak nasir deyildi və onun nasir ustalığı şairliyinin yanında kölgədə qalır. İntihar edən komissarı bəzən Mayakovskiyə bənzədirlər ki, bu onun prototipi, o deyil filan, o üslubda, o xarakterdə yaradır. İkinci Dünya Müharibəsinin dövrü də daxil olmaqla Rus ziyalısının, Rus ədibinin ümumiləşdirilmiş obrazı və yaşantılarıdır. Bütün gənclər fikirləşib, yəni Tarantino əgər Jivagonu oxuyubsa, Pasternakı sevirsə, biz də oxuyaq və görək nə var. Yəni, sanki Rusiyada, həmin dövrdə, çox milyonluq əhalisi olan Rusiyada cəmisəl 15-20 adam yaşayır və bunlar hara gedirlər, bir-birinin qarşısına çıxırlar. Bizim müasir türk seriallarını xatırladırlar. Yəni, o boyda İstanbulda 5 adam var, hara gedirlər, bir-birinin qabağına çıxırlar. Məncə, şeirlərin birində Pasternak öz dəfnini, yuxuda gördüyü dəfnini təsvir edir. Avqust şeiridir, deyəsən. Mən sistemin qaydaları ilə deyil, öz istəklərimə uyğun, individ kimi necə yaşamalıyam? Bunun özü artıq qəhrəmanlıq idi. Salamatlığı da, bunlar hamısı ruhaniyyətlə bağlı məsələlərdir. Ən azı Pasternaka ona görə minnətdar olmaq lazımdır ki, o həm şəxsi təcrübəsini, həm sistemdə yaşadıqlarını, həm sistemin iç yüzünü göstərə bildi. Səlim müəllim, Doktor Jivago əsərinin tarixçəsi, başına gələn, belə deyim, müəllifin başına gətirdiyi problemlər barəsində biz ötən verilişdə danışdıq. Bu söhbətimizdə isə əsərin ümumi məzmunu üzərindən götürmək istəyirik, söhbət eləmək istəyirik. Ümumiyyətlə, o əsərə hansı cür yanaşmaq həmişə böyük problem yaradır. Çünki bir çoxları o əsərə sırf realist roman kimi yanaşıblar və realist roman kimi yanaşanda bir çoxları deyib ki, o zəif əsərdir. Hətta bir çox tanınmış şairlər, yazıçılar, Axmatovadan tutmuş Nabokova qədər bədii cəhətdən hesab ediblər ki, şeirləri daha üstün, daha bir yüksək zirvədədir, nəinki o romanı. Amma bir qism insanlar, alimlər, tədqiqatçılar bildirir ki, yox, buna biz realist roman kimi yox, bir simvolik, modernist roman kimi yanaşmalıyıq və orada bizə bəsit görünən müəyyən məqamlar əslində müəllifin özünün yanaşma tərzidir. Mən istədim onun süjet quruluşuna toxunmaq, çünki ilk baxışdan süjet quruluşu çox belə, hətta müasir dövrdə bizim işlədiyimiz seriallarda olan bir qəribə, belə məhəbbət üçbucağı, bir qadını iki kişi sevir, bir kişini iki qadın sevir, bunlar görüşürlər, ayrılırlar filan. Yəni, bunu sözlə kiməsə danışsan, məzmunu, çılpaq məzmunu. Elə bilər ki, sən bir serial mövzusu danışırsan ona. Amma bu dünya şöhrətli bir ağır bir əsərdir ki, Avropada Rusiyadan daha çox sevilib hətta müəyyən vaxtlarda. Sizcə, yəni, bu əsərə doğrudan hansı baxışdan yanaşmaq lazımdır ki, onun böyüklüyünü hiss edəyəsən? Şəksiz ki, Boris Pasternak nasir deyildi və onun nasir ustalığı şairliyinin yanında kölgədə qalırdı. Bir kateqoriya var da, bir təyin var, proza poeta. Bəzən hətta o romanı şairin nəsri təyini ilə adlandırırlar və haqlısınız ki, xüsusən Nabokov, hətta belə deyək, o romanı ələ salmışdı. Kinayə də eləmişdir. Doktor Jivago'nun roman kimi əsası Pasternakın yaradıcılığında daha əvvəldən qoyulmuşdu. Lüversin uşaqlığı, Spektorski əsərlərində orada bəzi bioqrafik fraqmentlər və bəzi müşahidələr var ki, artıq həmin əsərlərdə yer almışdı. Amma mən bu əsərə belə baxıram da, yəni əvvəla orada bəhs olunan hadisələr ümumiləşmiş
Rus şairlərinin həyatının ümumiləşdirilmiş tarixçəsidir. Hətta Pasternakın özü deyirdi ki, orada bəzi məsələlər Blokun, Mayakovskinin, Yeseninin və özünün həyatından götürülür. Yəni, intihar edən komissarı bəzən Mayakovskiyə bənzədirlər ki, bu onun prototipi, odur filan, o üslubda, o xarakterdə yaradır. Yəni. Amma hər şey məşhur bir ifadə var da, deyir ki, əsərin adı məzmunun yarısıdır, ən azı. Bax, o Doktor Jivago sözündə həm həkim, həm də yaşamaq sözləri var. Özdə Bog Jivago bu qədim xristian slavyanların kitablarından gəlir. Sın Boji Jivago ifadəsindən gəlir və əgər həkim, doktor hissəsi dünyəvi məsələsi də, o Jivago hissəsi, o belə deyək də, hadisələrin o ruhani qatına işarə edir. Ona görə Doktor Jivago məncə 20-ci əsrin birinci yarısında, yəni belə deyək, 2-ci Dünya müharibəsinin dövrü də daxil olmaqla Rus ziyalısının, Rus ədibinin ümumiləşdirilmiş obrazı və yaşantılarıdır. Ona görə qaldı janr etibarilə mən bilmirəm. Yəni ədəbiyyatşünaslar fərqli cür yanaşırlar. Siz artıq dediniz, simvolist, modernist roman kimi. Roman 25 şeirlə bitir. Yuri Jivagonun müəllifin öz şeirləri. Öz dəftərindəki 25 şeirlə bitir. Mənə elə gəlir ki, əslində bu faktın özü həm əsərin süjet xəttinin hissəsi kimi, həm də ümumiyyətlə Pasternakın belə deyək, yaradıcılığına baxış kimi çox vacib detaldır. Çünki doğrudan da o əsərin elə ən qiymətli hissəsi mənə görə belə deyək də çəkidə yüngül, vəzində ağır hissəsi elə həmin şeirlərdir və təsadüf deyil ki, oradakı 25 şeirin yarısından çoxunun məzmunu xristian motivlərindən götürülür. Rождественская звезда, Magdalena, sonra Gofmianski Saat və bir çox, indi mən hamısını xatırlaya bilmirəm, bir çox şeirlər İncil motivləri əsasında yazılır. Bəli, o İncil motivləri, ümumiyyətlə o dini motivlər üzərində qurulmağını qəribə də olsa nə ilə əsaslandırırlar? Sovet dövrü, həmin o inqilabi hərəkat, dünyanın o xaotik olan dövründə insanlar sığınmağa nəsə yer axtarırlar. Kimlərsə gələcəyə sığındılar, inqilabçılar ki, indi hər şey pisdir, amma biz gözəl gələcək qururuq. Biz onun üçün əlləşirik, dözdürük, səbir edirik, əziyyət çəkirik. Amma Pasternak başqa bir yol göstərdi Doktor Jivago ki, gələcək də etibarsızdır. Sən daha yüksəyə sığınmalısan və dini motivləri o ilə bağlı. Hətta maraqlı bir şey var. Bizim dövrün ən məşhur rejissorlarından olan Quentin Tarantino ki, onun da yaradıcılığı nə qədər qarışıq görünsə də, onu da xristian müəllif adlandırırlar. Çünki onda da son nəticədə gedib insan-tanrı münasibətlərinə gedib çıxır. Və qeyd edirlər ki, 90-cı illərdə Rus gəncliyinin Pasternaka meyl eləməsində Tarantino'nun rolu olub. Niyə? Tarantino Moskvaya gələrkən ilk olaraq deyib ki, məni Pasternakın qəbrinə aparır. Və bu söhbət yayılandan sonra bütün gənclər fikirləşib, yəni Tarantino əgər Pasternak, Doktor Jivago'nu oxuyubsa, Pasternakı sevirsə, biz də oxuyaq və görək nə var. Sizin dediyinizə qüvvət Axmatova da həmişə deyirdi ki, o şeir əsər haqqındakı bir ifadəsi var idi ki, təsvirlər və şeirlər, ondan başqa heç nə yoxdur orada. Yəni, Məli Axmatovanın xoşuna gələn orada bir, poetik təsvirlər, insanların, xarakterlərin və təbiətin və bir də sonundakı o 25 şeir olub ki, bunu çox qiymətləndirib. Mən başqa bir yanaşmada çıxmışdı qabağıma ki, o mənə daha maraqlı gəldi. Deməli, təsəvvür edin ki, bizə məsəl üçün orada bir süjet olaraq, indi tamaşaçılara qeyd edeyim ki, orada bayaq qeyd elədim, bir məhəbbət üçbucağı var və bunlar bir-birindən ayrılırlar, yenə görüşürlər, yenə ayrılırlar, yenə görüşürlər və bu ayrılma və görüşmə prosesləri çox çəkir və dəhşətli dərəcədə çoxlu təsadüflər var. Yəni, sanki Rusiyada, həmin dövrdə çox milyonlu və əhalisi olan Rusiyada cəmisel 15-20 adam yaşayır və bunlar hara gedirlər, bir-birinin qarşısına çıxırlar. Bizim müasir türk seriallarını xatırladır da, yəni o boyda İstanbulda 5 adam var, hara gedirlər, bir-birinin qabağına çıxırlar. Və bir maraqlı bir yanaşma var idi ki, əslində Pasternak orada bir ad altında müxtəlif insanlar verir. Yəni, tutalım, o Antipov çıxır bunun qabağına bir neçə dəfə. Qeyd edirlər ki, yox, bunun qabağına çıxan hər dəfə Antipov tipində olan müxtəlif insanlardır. Və hətta o Lara obrazı ki var, bunun əsasən məhəbbət üçbucağının mərkəzində dayanan qəhrəman, deyirlər, o da bir qadın deyil. Yəni, bunun qarşısında həyatı boyu çoxlu Lara tipli qadınlar çıxır. Sadəcə Pasternak bunları ümumiləşdirib bir insan üzərində qurub və başqa. Və bir də bu əsərin müəllim,
Sakit Donla çox müqayisəsini aparırlar. Çünki yenə də uşaqlığından şiddətə məruz qalan qadın, yenə də o inqilabın çətinliklərindən keçən bir ruh. Təbii ki, Şoloxovun baş qəhrəmanı ilə indi Pasternakın Doktor Jivagosu eyni deyil. Amma yenə də saf bir ruhun inqilabı kəşməkeşlərin, o tufanların içindən keçib necə parçalanmağı və yaxud parçalanmamağı, özünü saxlamağı, bunun yolları, bunun çətinliyi bunun üzərindədir. Və Sakit Dondakı əsas o xanım ki var idi, onun üzərində gedir, o məhəbbət üçbucağının mərkəzində. Bunu da Lara'ya bənzədirlər həmişə. Sakit Don neçənci ildə yazılır? Sakit Don yazılıb, 30-cu illərdə birinci hissəsi çıxıb, səhv eləmirəmsə. Yəni, Doktor Jivagodan xeyli əvvəl yazılıb. Amma o obrazlar olaraq, obrazların quruluşu olaraq, yəni çox bənzədirlər. Mən Pasternakın özünün əsəri ilə bağlı fikirlərində bu yer alıb. Deyir ki, mən Charles Dickensdən və Fyodor Dostoyevskidən təsirlənmişəm. Və bir də bir şey deyim, Doktor Jivagoda mən bilən üç qadın var, iki qadın yoxdur. Orada deməli Tonya var, Lara var, bir də axırda Marina var. Orada hətta məhəbbət dörd bucağı olur. Bəli, dörd bucaq olur. Sona yaxın da bir qadın peyda olur. Öyle Marinadır, məncə. Deməli, məsələ budur ki, mən bu siz dediyiniz argumentləri, daha doğrusu siz dediyiniz fikirləri başa düşürəm. Amma burada yenə də deyirəm, bax, əvvəla siz şeydən danışdınız, bu hər şeyini itirmiş, ümidini itirmiş adamların sığınacaq yerinin din, İncil olmasından var. Orada bir şeir var. Uzun illər keçdi, mən sənin kitabını bütün gecəni oxudum. Və sanki, belə deyək, bayılmadan ayılan kimi ayıldım, təzələndim. Yəni, bu, məncə, çox avtobioqrafik məqamdır, çox şəxsi məqamdır. Çünki Pasternak təqiblərə məruz qalırdı və iki şeylə özünü ovudurdu. Bunun bioqrafiyasında onu görmək olur. Bir tərcümələrlə, o Shakespeare-dən tərcümələr eləyirdi. Çox sürətlə tərcümə edilmişdi. Daha doğrusu mən bunu gördüm, onun ev muzeyində bir bar masası kimi hündür masa var idi. Amma onu yazı masası kimi belə köndələn düzəltmişdilər. Pasternak özü üçün məxsusi yazı masası düzəltmişdi ki, ayaq üstə işləsin. Hətta deyirlər, o qədər otururmuş ki, ayaqları tutulurmuş və gündə 300 misraya yaxın tərcümə edilmişdi. Bu da çox dəhşətli bir, ağır bir işdir. Və ikinci bunun sığınacaq yerdə əlbəttə ki, din olub, İncil olub və bir də sonradan həyatının, ümumiyyətlə, Pasternak xarakter etibarından torpağa bağlı adam olub və həm ilkin yaradıcılıq dövründə, həm sonraki yaradıcılıq dövründə təbiət, torpaq, bu motivlər çox güclüdür və bir də torpaqla, belə deyək də, indiki dillə desək, daha doğrusu təbir doğrudursa, başını qatırmış. Orada bir neçə xət var da, bir fəlsəfi xət var. Bu, dayısı ilə münasibətdən sonra onu, belə deyək də, himayəyə götürən Qrameka ilə münasibətləri, sonra, bax, o gecə, sonra familiyasını dəyişir də, Strelnikov olur. Məsələn, onun gecə söhbəti var, sabahsı gün o özünü öldürür. Orada bir çox məqamlar var ki, o ruhani fəlsəfi xətti saxlayır. Digər tərəfdən qadın xətti var, o Tonyadan başlayır, Lara'ya keçir və Marina ilə bitir. Amma bütün bu şeylərin sonu nə ilə bitir? Yəni, cəmiyyətə müqavimət mənasında Yuri Jivago degradasiya məruz qalır. Öz bacarıqlarını itirir, depressiv olur və... Yəni, sonda məğlub duruma gəlib çıxır da, belə deyil. Fiziki mənada məğlub duruma gəlir çıxır, amma dəftəri göstərir ki, fiziki mənada, bax, ona görə mən əvvəldə dedim, o doktor hissəsi məhkum olur, amma o Jivago və ruhani hissəsi ilə o şeirlər ki, əbədiyyətə yönlənmişdi, onlar qalır. Və ona görə də ki, kitabın sonunda biz görürük ki, artıq o özü həyatda yoxdur, amma onun şeirləri artıq neçə 10 illik keçib və artıq oxunur. Onun davamçıları, evlatları tərəfindən və o səhnə o ilə bitir. Bir də bir məsələni xüsusi qeyd etmək istəyərdim. Orada mən düşünürəm özüm üçün kiçik bir qeyd edeyim ki, bəzən hansısa bir yazıçılar məqsədli şəkildə kütləyə maraqlı olan süjet götürüb, ağır fikirlərini onun üzərində qururlar ki,
kütlə üçün bu oxunaqlı olsun. Yəni tutalım Pasternak öz yaradıcılığının birinci mərhələsindəki şeirlərdə kimi mürəkkəb bir süjet quruluşu, bir əsər yazmış olsaydı, çox dar bir çərçivədə qəbul olunacaqdı, seçiləcək. Yəni bunun o bestseller mi deyim, müasir dillə serial sujeti üzərində qurmağı, həm də bunu kütlə üçün maraqlı edib və geniş auditoriya bunu rahat halda oxuyub və ən çox yayılan, ən çox sevilən və bugün də ən çox dünyada oxunan kitablardandır. Boris Pasternak, Hamlet. Uğultu səngidir, çıxdım səhnəyə. Qapının tirinə söykəli durdum. Qulaq kəsilərək uzaq bir səsə, nə olacaq əsrimin taleyi, duydum. Mənə zillənibdi qaranlıq gecə, min durbin gözünün zərrəbini ilə. Əgər mümkündürsə, sən, Avva Otçe, uzaq tut qədəri, məndən dəf elə. Sevirəm sənin bu inad yazını, hazıram hər rolu oynamağa da. Amma bu indiki başqa yazıdır. Bu dəfə məzur tut. Məni bağışla. Bəllidir hər kəsin hər bir addımı, həm də mümkün deyil sonluqdan qaçmaq. Mən təkəm, şəbihdə boğulur hamı. Yol adlamaq deyil, ömür yaşamaq. Məncə şeirlərin birində Pasternak öz dəfnini, yuxuda gördüyü dəfnini təsvir edir. Avqust şeiridir deyəsən. Jivagonun özü ilə bağlı danışanda bir çoxları bayaq antitipov məsələsini qeyd elədiniz. Yəni tipin əleyhinə olan Dəccala bağlayırlar. Mən sistemin qaydaları ilə deyil, öz istəklərimə uyğun, individ kimi necə yaşamalıyam? Bunun özü artıq qəhrəmanlıq idi. Bu əsərin qadağan olmağının elə bir səbəblərindən biri o idi ki, sən demək istəyirsən ki, ziyalı bir insan, daxilən işıqlı bir insan inqilabdan, Sovet sistemlərindən keçə-keçə məhv olacaq. Yəni onun burada xilas yolu yoxdur. Ən azı Pasternaka ona görə minnətdar olmaq lazımdır ki, o həm şəxsi təcrübəsini, həm sistemdə yaşadıqlarını, həm sistemin iç yüzünü göstərə bildi. Səlmən, biz əsərin süjeti haqqında danışdıq. Yəni istənilən bir böyük əsərin iki kateqoriya quruluşu var da. Bir bunun süjet quruluşu, yəni hadisəsi, ikincisi bunun qəhrəmanları. Doktor Jivago əsərinin qəhrəmanları təbii ki, Doktor Jivagonun özündən başlayır. Ətrafındakı qadınlar, sonra başqa indi kişi obrazlar var, kimisə əri, kimisə himayədarı. Bir çox alimlər qeyd edirlər ki, ümumən bu tipajların əksəriyyəti Rus klassik ədəbiyyatından gəlir və paralellər də çoxdur. Misal üçün, Doktor Jivagon özünü İdiot əsərinin qəhrəmanına da bənzədirlər, İsa Məsihə də bənzədirlər, Hamletə də bənzədirlər. Ondan sonra məsələn oradakı qadınlar əsas o Lara obrazı ki var. Laranı həm Sakit Dondakı xanıma bənzədirlər. Yeniyetmə vaxtında təcavüzə və şiddətə məruz qalan xanım obrazları. Ümumən bu obrazlar haqqında istərdim bir yüngül də olsa bir toxunaq o məsələlərə. İlqar mən bilirsiniz necədir? Əvvəla o deyirsiniz ki, bənzədirlər. Bütün bu şeylərin aşarı yenə də o 25 şeirdədir. O 25 şeirdə bilirsiniz ki, Maria Magdalena da var, zorlanan qadındır. Orada İsa Məsih var, obrazlardan biri Hamlet kimi. Də var, Hamlet də var. Yəni, bu, belə deyək də, sanki o şeirlər o əsərin qısa konspektləridir. Demək, orada hətta məncə şeirlərin birində Pasternak öz dəfnini, yuxuda gördüyü dəfnini təsvir edir. Avqust şeiridir deyəsən. Yəni, bu şeirlər əslində əsərin rezümesidir. Şəksiz ki, Pasternak Rus ədəbiyyatının, Rus həm poetik, həm nəsr ənənələrinin təmsilçisidir və özü də etiraf edir ki, xüsusən Dostoyevskidən və Charles Dickensdən təsirlənib. Ona görə haqlısınız, həmin obrazlar, bir də başqa bir şey var, Rus məişətinin, Rus həyatının eynilikləri var. Sanki hətta günahların belə alqoritmi var. Və o Jivagoda təkrarlanırdı. Qaldı adlara, məsələn, Antipov. Məsələn, onu bəzi ədəbiyyatşünaslar Antitipov kimi qeyd eləyir və yaxud o sonradan familiyasını dəyişir, olur Strelnikov. Bayaq biz danışırdıq kulisdə, Rastrelnikov, amansız, qəddar, belə deyək, bir obraza çevrilir və sonra da... Güllələnmə sözünü ona təxəllüs kimi verir. Bəli.
və təsadüf deyil ki, onun da həyatını intiharla yekunlaşması da belə deyək də bir qədər də məntiqi idi. Sonra məsələn elə həmin o Strelnikov, Antipov, burada Trotskini, Beriyanı, dövrün amansız, o qırmızı inqilabın amansız obrazlarını görmək olardı. Və bir də ən başlıcası elə doktor Jivagonun özü, Yuri Jivagonun özü bir tərəfdən doktor tərəfindən dünyaya bağlıdır, Jivago tərəfindən belə deyək də ruhani, metafizik müəyyən həm dini mətnlərə, həm də metafizik gerçəkliyə işarə eləyirdi. Ümumiyyətlə oradakı Jivagonun özü ilə bağlı danışanda bir çoxları bayaq antitipov məsələsini qeyd elədiniz. Yəni tipin əleyhinə olanda, onu antikristə də bağlayırlar bəzən, İsa Məsihin Dəccala bağlayırlar. İkinci bir məsələ nədir? Bu romanın modernist roman olmağının bir dəlili kimi də bunu gətirirlər ki, bax biz Azərbaycan dilində də o söz keçib. Yəni, Rus dilində geroy deyirik, Azərbaycan dilində qəhrəman. Yəni əsərin baş qəhrəmanı və yaxud ikinci dərəcəli qəhrəmanlar və sual qoyurlar ki, niyə əsərdəki obraza biz qəhrəman deyirik? Axı qəhrəman, geroy bilirik ki, qədim dövrlərdə, bizim də dilimizdə, Avropa, Yunan dillərində də müəyyən əməllər eləmiş, qəhrəmanlıqlar, şücaətlər göstərmiş insanlara şamil olunurdu və bunu da bu cür əsaslandırırlar ki, bəli, antik dövrdə və qədim dövrlərdə ədəbi əsər yarananda onun baş obrazı, əsas aparıcı siması məhz qəhrəman olmalıdır sözün həqiqi mənasında. Yəni bu nəsə eləməli idi. Bunun böyük xidmətləri, şücaətləri olmalıdır. Ümumiyyətlə, böyük əsərlər qəhrəmanlar haqqında yazılardı. Amma və bunu biz 20-ci əsrin əvvəllərinə qədər görürük də, məsələn, o dövrün də məşhur əsərlərinin baş qəhrəmanları. Hələ günümüzdə də var o əsərlər. Əsərlər böyük əməllər törətmiş insanlar haqqındadır ki, bunun baş obrazına, belə demək olursa, qəhrəman deyə bilirik biz. Amma modernist ədəbiyyat bundan imtina elədi. Biz modernist ədəbiyyatda tam Kafkanın qəhrəmanları deyərkən dediyimiz insanların hansında bir qəhrəmanlıq görürük. Hər biri məğlub, hər biri aciz, hər biri depressiv vəziyyətdə. Eyni şey Sartra da aiddir, eyni şey başqa modernistlərə da aiddir. Və doktor Jivago obrazının qəhrəman kimi təqdim olunub, amma heç bir qəhrəmanlıq eləməməyi onun məhz modernist yanaşma tərzini önə çıxardırdı ki, sanki müəllif demək istəyir ki, sən bu həyatda real olaraq heç bir qəhrəmanlıq, filanlıq, pafos eləyə bilməzsən. Sənin reallıq, sənin böyük şəxsiyyəti məhv eləməyə doğru gedir. Və əksinə, o antitipov dediyin, o Antipovda və Strelnikovda qəhrəman kimi daha çox o görsənir. Çünki ən çox əməl eləyən kimdir? Odur. Gülləliyir, qatarla gedir, yeni cəmiyyət yaradır filan. Amma o da anti-qəhrəmandır əslində. Qəhrəman yox, anti-qəhrəmandır. Yəni, qəhrəman əsər, ümumiyyətlə, əməl, ideya, neysə dəyişə bilər, dəyişə bilməz. Məncə, bu əsərdə elə bir xəttdir, həmin xəttdir. Rus ədəbiyyatında, Rus nəsrində ikinci plan personajların və yaxud lap elə ön planda olan personajların vərdiş olunmuş, qəbul olunmuş variantda qəhrəman olmamalarının nümunəsi kimi bir çox əsərlər var. Məsələn, Platonovda var, Zorşenkonun əsərlərində var. Mən indi aşağı-yuxarı eyni dövrdən danışıram. Pasternakın bu romanında var. Görünür, bilirsiniz, burada ötürülmək, bilirsiniz, qəhrəman başlıca mesajı ötürən deməkdir həm də. Amma başlıca mesajı ötürmək yolunda sən hansısa şücaət göstərəcəksən, tipik qəhrəman olacaqsan və yaxud sən özünü xərcləyəcəksən. Sərf eləyəcəksən. Hə, mənə elə gəlir ki, Pasternakın qəhrəmanı Yura Jivago özünü xərcləyən, özünü yandıran, yəni fiziki mənada. Amma mesajları ilə, xüsusən də yenə qayıdıram o 25 şeirə, əbədi dəyərləri ön plana çıxardan adamdır. Başqa bir məsələ var, bilirsiniz, əgər bir Rus cəmiyyəti, sonradan Sovet cəmiyyəti, Pasternakın dövründə qapalı bir cəmiyyət idi və getdikcə də o halə daralırdı, qapanma artırdı. Orada mən sistemin qaydaları ilə deyil, öz istəklərimə uyğun, individ kimi necə yaşamalıyam? Bunun özü artıq qəhrəmanlıq idi. Və Boris Pasternakın şair kimi pozisiyası da mən heç kimə qoşulmuram, heç kimlə, nə ağam, nə qarayam, nə qırmızıyam. Mən elə özüm, öz belə deyək də,
daxili impulslarımdan yaşayıram. Öz yolundan gedirəm. Öz yolumdan. Məsələn, bu qadını, indi bəlkə yerinə düşməyəcək, amma deyim, məsələn, bu qadını sevirəm, onunla yaşamalıyam. Bu şeiri istəyirəm, bunu yazmalıyam. Məsələn, filan kəslə dostluq eləməliyəm, bunu eləməliyəm. Yəni, əslində, tipik mənada Jivago qəhrəman olmasa da, amma siz adını doğru olaraq çəkdiniz. Məsələn, ötürdüyü mesajlar və içəriyi nöqteyi-nəzər Jivago ilə qəhrəman idi. Və öz idealları, öz yaşam tərzi, öz individuallığı naminə özünü xərcləyirdi. Məsələn, o birisi adamlar bunu, məsələn, deyək ki, elə həmin o Tito və Strelnikov bunu qəfil eləyirdi, suisidlə eləyirdi. Amma Jivago bu şam yanar, sona qədər yanıb və birdən qəfil dayanırdı. Yer gəlmişlər elə Pasternakın həyatı. Özü bir çox əsər müəlliflər bunun ümumiyyətlə avtobiyoqrafik roman olmağını qeyd edirlər və əsərdəki detalların onun həyatında axtarırlar. Bəzilərinin real faktı var. Misal üçün o əsərdə başlanğıc hissələrində bir yer var. Kazaklar, inqilabçıları, miting iştirakçılarını qovurlar, kimsə yaralanır, həkim ona kömək eləyir. Əslində onun özünün başına gələn bir hadisədir. Yeniyetmə vaxtı özü şahid olub o məsələnin. Özü kömək eləyib həmin yaralıya. Amma digər halda, məsəl üçün, yenə deyirəm, onu qadınlar, iki qadın arasında qalmağı, bir tərəfdən həyat yoldaşı, üç qadın, sonra üçüncüsü peyda olur bunun həyatında. O qadının birinin tez-tez gedib gəlməyi, hər dəfə bu, belə deyim də, o belə mənhus bir qadın kimi gözlənilməz halda peyda olur, gözlənilməz halda yox olur. Bütün bunlar həm də onu göstərir ki, bu adam... Sonra o qadının o Tonya adı da deyəsən, onun məktubu var axırda. Sonra özünün evladı məsələsi, orada qızı olur, amma qızının üzünü görmür. Bu məsələlər... Sonra ölü doğulan uşaq məsələsi. Bu məsələlər hamısı onu göstərir ki, sanki deyirik, öz yolunu tapıb, öz mesajını verir. Amma eyni zamanda bir tərəfdən həm də tapmayıb, axtarır. Sözün çaşqınlıq içindədir. Həm tapmış kimi görünür, həm tapmır. Yəni, o vaxt nəyə görə bu əsəri qadağan olmağının elə bir səbəblərindən biri o idi ki, sən demək istəyirsən ki, ziyalı bir insan, daxilən işıqlı bir insan inqilabdan, Sovet sistemlərindən keçə-keçə məhv olacaq. Yəni, onun burada xilas yolu yoxdur. Əsas buna bu qoyulurdu. Amma görünür ki, doğrudan da xilas yolu yoxdur. Çünki siz ölü doğan uşaq məsələsinə toxundunuz. Bunu da bir çox tənqidçilər qeyd edirlər ki, Rus ədəbiyyatında ümumiyyətlə ölü uşaq arxetipi çox işlənir. İndi kimsə onu realist yanaşma ilə götürəndə bağlayır ki, bəli, həmin dövrlərdə tip filan yox idi, ona görə bu şeylər çox baş verirdi. Amma bax, burada ölü uşaq mövzusu var. Bayaq qeyd elədiyim tutalım, Nabokovun Lolita əsərindəki bundan da bir xeyli sonra xəyanət mövzusu var, günah xəyanət, var. Yaşlı bir insanın himayə elədiyi bir yeniyetmə qız və onun taleyindəki bədbəxtçilik, yeniyetməlik travmaları falan bunlar keçir. Bəlkə də Pasternak da burada həmin mövzuya yaxın gəlməklə, ümumiyyətlə o ziyalı bir çox Rus yazıçılarının o ölü uşaq mövzusu elə inqilaba işarə idi ki, yəni bu inqilab nə qədər ağrılı, əzab-əziyyətli də olsa, İnqilabçılar niyə keçirdilər bunu? Biz xoşbəxt gələcək yaradacağıq. Yəni, gələcək mesaj oldu. Bütün o Strelnikovun tökdüyü qanlar gələcək naminə idi. O sadəcə sadist kimi qan tökmək xətrinə tökmürdü. Kimi qırırdı? Bizim gələcək, gözəl gələcək qurmağımıza mane olan insanları. Amma həmin o gözəl gələcək də evlada bənzəyir. Sən bugün nəsə fədakarlıq edirsən, gələcək dövürsün, evlad üçün. Amma evladı sənə ölü verir. Yəni, deməli, bu gələcəyin yaşamaq hüququ yoxdur. Səncə bu ölü doğmaq məsələsi ümumiyyətlə inqilabi hərəkatların ümumən nəticəsinə bir işarə kimi qəbul edilə bilərmi? Qəbul edilə bilər və edilməlidir. Ümumiyyətlə, bu mənim artıq şəxsi, belə deyək də, mövqeyimdir. Bəzən insanlar şəxsi islah yolunu tutmurlar. İctimai islahat yoluna can atırlar. Amma fərdlər qəlblərini tərbiyə eləməyincə, özlərini islah eləməyə cəhd etməyincə, kütləvi islahatların nəticəsi çox təəssüf ki, bir çox hallarda qanlı qiyamlar və üsyanlarla baş verir. Hətta burada kənar qüvvələrində çox böyük rolu olur və sonradan həmin cəmiyyətə olmazın bəlalar gətirir. Mənə elə gəlir ki, və bir qədər də Pasternakın bioqrafiyasını bilərək bunu deyirəm, Pasternak şəxsi islaha cəhd eləyən, öz zəiflikləri ilə mübarizə aparan, bundan dərin istirablar keçirdən
eyni zamanda ictimai məsələlərdə də çox fərqli, belə deyək, yalquzaq mövqeyi olan bir şəxs kimi həm də öz şəxsi istirablarını bölüşürdü və şəxsi istirablarını da bölüşmək o demək deyil ki, baxın, mən bu mövqeyini tutdum, mənim mövqeyim daha doğrudur demək deyildi. Yenə deyirəm, burada başlıca məsələ həmin o 25 şeir və oradakı mesajlar var. Dini, səmavi kitablardan gələn mesajlar. Yəni, hədəf nədir? Bəşəriyyətin xoşbəxtliyi də, cəmiyyətin salamatlığı da, bunlar hamısı ruhaniyyatla bağlı məsələlərdir. Yəni, kosmetik dəyişikliklərlə heç nəyə nail olmaq olmur. Hətta statistikanı belə dəyişmək olmur. Çünki dəyişərsən bir gün, 2 gün alladarsan, amma sonra bunun altından daha dərin faciələr çıxacaq. Necə ki, Stalin dövründə 5 illik planlar vardı, elektrikləşmə var idi, nə vardı. Və birdən Stalin öldü, məlum oldu ki, həbs düşərgələrində 20 milyona yaxın. Pərdə arxasında başqa şeylər var. Ona görə ən azı Pasternaka ona görə minnətdar olmaq lazımdır ki, o həm şəxsi təcrübəsini, həm sistemdə yaşadıqlarını, həm sistemin iç üzünü göstərə bildi. Şəksiz ki, ideal heç nə olmur. Necə ki, müəllifin özü ideal deyildi. İndi ona müxtəlif pozisiyalarda, müxtəlif qiymətlər də vermiyorlar, amma reallıq böyüklüyünə dəlalət eləmək. Söhbətimizin sonunda, əziz tamaşaçılar, haqqında danışdığımız romandan Səlim müəllimi tərcümə etdik. Daha bir şeiri dinləyək və oyuna sizinlə sağollaşaq. Gecə düşür o saat, cinlərim peyda olur. Keçmiş günahlarımın əvəzi kimi. Gəlib sıxırlar məni, hey əzirlər ruhumu, suslu ötən günlərin pozğun xatirələri. Kişi istəklərinin onda müti quluydum, içinə şeytan girmiş dəlinin yekəsi idim. Küçəydi bir vaxtlar mənim yerim və yurdum. Az qalıb ola bilsin bir neçə dəqiqə lap, sonra ölü bir sükut çökəcəkdi araya, amma onlar ötməmiş, halva olmamış xərab, öz dibinə, sonuna çatan bomboş qab kimi, bir saxsı gülab kimi, ömrümü sındırıram sənin qarşında ustad. İndi görən hardaydım, nə gözləyərdi məni, ey mənim xilaskarım, sən ey mənim müəllimim, mənə öz qollarını cənnət açmazdı yəqin. Sənətimin toruna düşən növbəti hərif, yataq başında məni, yəqin o gözləyərdi. Nə olar anlat ki mənə, nədir axı bu günah, nədir ölüm, cəhənnəm, atəş, alov, nədir ah? Necə oldu ki söylə hamının qarşısında, o hüdudsuz qüssəmin boyatıb arasından, sanki pöhrə ilə ağac, qovuşdum mən səninlə. Sənin qədəmlərini dizmə söykəyərək, bəlkə qucaqlamağı, beləcə öyrənirəm xaçın 4 künc tirini, dəfni hazırlayarkən o gözəl bədənini, İsa huşdan gedirəm, itirirəm hissimi.